Xırdalanda sayılıb seçilən binaların birində 2 otaqlı ümumi sahəsi 65 kvadrat olan Evo təmirli mənzilimiz satışa çıxır. İzləmədə qalın, irəliləyən dəqiqələrdə evimizin yerləşmə yerini sizlərə tam aydın şəkildə izah edəcəm. Xırdalanda İcra Hakimiyyətinin tam olaraq yanında yerləşir, bir sahə məktəbə çox yaxın. Şəhərə gəliş gelişi çox rahatdır. Mənzilin baxışı elə prospekt yolunadır. Binanın qarşısı asıllıqdır, iş yolu genişlən bir mənzildir. Super gördüyünüz kimi təmir olunub. Qonaq otağından mətbəxə keçid aldıqda belə bir şəbəkə pəncərə ilə ayrılıb gördüyünüz kimi. Mətbəx mebeli ən yaxşısından seçilib, evdə quraşdırılıb. 16 mərtəbəli yeni binanın evimiz yerləşir orta mərtəbəsində. Binada 2 surətli lift, qaz, su, işıq daimidir. Keçid alıb eyvana doğru gördüyünüz kimi belə bir geniş eyvan sahəsi var. Binanın baxışı, evimizin baxışı birbaşa prospekt yolunadır. Bütün yaşayış obyektləri bu ərazidə cəmləşir, qeyd edilən məktəb, bağça, Heydər Parkı, Surət qatarı, yəni belə deyilir, piyada məsafəsində yerləşir. Binanın geniş ölçüdə parkingi var. Yaşamaq üçün çox mükəmməl bir ərazidir. Eyvan sahəsi də olduqca genişdir. Videonu çox uzatmaq istəmirəm. Kimə maraqlı olsa səhifədə əlaqə nömrəsi var. Zəng eləyib, gəlib evimizə yerində baxış keçirə bilər. Qiymət də çox yaxşı qiymətdir. Sənədi kupça çıxarış hazır əldədir. Günün istənilən vaxt alqı-satqı etmək mümkündür. Evimizin əsas giriş qapısı belə bir geniş koridor hissəsi var. Gördüyünüz kimi girişdə sağda dekorativ güzgüsünə kimi yığılıb. Burada belə bir şkafma kimi. Yerləri isti döşəməli. Qeyd edeyim bir daha. Girişdə solda hamam sanuzel, aksesuarları hər biri təchiz olunub. İstəsəz duş kabinlə yığmağa yeri var. Hamam sanuzel olduqca genişdir. Burada isə yerləşir evimizin yataq otağı. Eyni ilə pərdəsi, çılçıraqları, gizli işığı hər biri ən yaxşısından seçilib, evdə quraşdırılıb. Və bu otağın da baxışı birbaşa prospekt yoluna. Hörmətli izləyicilərimiz, evimizin qiyməti 134.500 manat. Təbii ki, son deyil, gəlib baxan müştəriyə qiymətdə yaxşı indirim olunacaq. Hələlik bu qədər. Allah alanı satanda xeyirlər eləsin.